son model 3D printerlərdə artıq o problem aradan qalxıb, yarıda dayanır və davam edə bilir. Bu da məhsul, bu sayt barədə. İnkelkad saytı budur. Burada olan məhsullardır. İlk işləridir, burada məhsullar hazırlayırlar. Hansı ki, o stəkanlar bəziləri görürüz kimi uğurlu alınmayıb, görürüz ki. Bəziləri daha uğurludur. Sonradan daha peşkar iş görürlər, yəni daha fırada biləcəkləri və tərqənə bilən, istifada olana bilən. İlk işləri oradan görürlər. Beləcə qablar da var. Bu sadəcə bizim onlara ötürməyimiz ondan ibarətdir ki, uşaqlar bunu bacarsınlar. Amma bundan sonra öz beyni ilə bundan daha faydalı nə iş görmək olar, hansı problemi həll eləmək olar, artıq onların özlərindəndir. Bizim işimiz bura qədər ki, onlara öyrədək ki, bu nə işə çalışır, bu nə üçündür, bunu nə düzəltmək lazımdır və s. Keçirib bu CNC-dir. Davam edin. CNC nə üçündür? Biz burada kompüteri işləyirik və burada çap edirik. CNC hansı işlər görür? Ancaq çap edirik, yoxsa başqa nə işlər? İşlərdən gözü var, CNC lazer aparatı, bunun üçün var, 3D qələmi, CNC... 3D printer çap edə bilir, bu başdır. Daha sonra... CNC lazer, CNC-dir, bir də topdan kəsilir. Bir də kəsimdir. Baxın, burada da bəzi şeylər ediblər. Burada taxta qoyuruq. Logo yazılar, açarlıqdır, yarımcı qalır. Burada dizayndır. Burada dizayn hansı göstərərlər, necə edir? Məsələn, burada yazıb Mustafa Evlov Təfizən uşağı öz yazır. Və bunu kod verəndə bu artıq işləyir, çapa vurur. Bəlkə çapa vurasız görək. Burada çox gözəl ziyan olan bir uşaqdır. Ona görə bunu örtürlər ki, görünə bilsin və baxmaq rahat olsun. Və gördüyünüz kimi belə maraqlı dizaynlar kəsə bilirlər. Mücrüb gəldirlər, s. Belə telefon dayaqları var. Bu da telefon dayağıdır və başqa şey də qonulur. Bu da telefon dayağıdır həm də. Bizim yuxarıda var da, Heydər Əliyev şəkildə. Gətirməmişsin. Beləcə işlər görə bilirlər. Bu da bunun işləmə mexanizmi burada rahat işlədə bilirlər. İşlədə bir istanımız bunun haqqında. Daha sonra iki dronumuz var. Dronun olması izah edir. Dronun yaranmasında Oradiya məktəbi şəkil. 2 nömrəlidir. drona qoşula bilir və 1 nömrəlidir. bu drona kodlaşdırıla bilir. Bu yana sürə də bilir. Sürmə üçün Tello proqramı Tello proqramı nədir olmalı? Bu dronun digər dronlardan fərqi nədir ibarətdir? Diğer dronlardan fərqi bu kodlaşdırıla bilir. Oyuncaq dronundan fərqi olaraq bu kodlaşdırıla bilir. Kod nə işə yarıyor? Yəni kod nə? Kod bunun mesela iki masrafı oluşturulabilir. Orada oturan, ondan sonra orada dayanmasını ve kodlar yazabilirsiniz. Sonra havaya kalkıp oraya kadar gidip hesap etmesini. Yəni idarə eləməli özü gedəcək də. Kod qabasından yazılıb verir ona, özü gedib gələ bilir özü. Qoşa bildiyin, qoşduğunuz işləyir. Bu sonradan gələn dronlardır. İlk sonradan görək bir şeylər yox. Gözəl. Yuxarı qaldır. Yuxarı qaldır. Aha. Biraz qabağa bir arxaya görəşdirsən. İndi bizi çəkədir. Hə, çəkədədir, hə? Göstərə də kamera. Siz görünür istəyən. Bir dönü boşa da ki biz sabahın alınır. Bir de boşalır. Güzel. Bu dronlardır. Dronlarla inşallah oynanırlar, öyrənirlər, sürüblər, kodlaşdırırlar. İndi onu düşünürük gedək ondan sonra kimələr. Çox da vaxtımız olmayı davam edir ona. Güzel. Dronun digər ödəliklərini də bilirlər. Bu da ikinci yazır. İşlədir, görək nə işə yarayır. Kim izah edə bilər 3D qələmə? Danış. 3D qələm adi qələmlərdən fərqli olaraq plastik materiallıdır və plastik materialı əridərək ölçülü mətn yarada bilir. Bu incə sənətdə, dizaynlarda və başqa şeylərdə istifadə oluna bilir. Adi qələmdən fərqi nədir onun?